Əziz izləyicilər, gördüyünüz bu ərazi Nəsimi rayonu Mircəlal küçəsidir. Bu ağacları əkməkdə məqsədləri görünüşdür, görüntüdür. Heç bir yaşıllıq etmək niyyəti ilə əkməyiblər bu ağacı. Bura yaşayış müəssisəsidir. İnsanlar yaşayır burada, körpə balalar yaşayır. Parkda gəzmək istəyirlər, əylənmək istəyirlər. Amma bu əyləncəni bəzi məmurlar uşaqların əllərindən alır. Biznes şəklində. Bu ağacları əkiblər ki, güya ki yaşıllıqdır, amma yaşıllıq deyil. Burada nəsə bir obyekt tikəcəklər. Nəsimi rayonun icra başçısı olmadığından sui-istifadə edərək belə özbaşınalıq baş alıb gedir. Nə deyim? Nə deyim? Heç kəsə müraciət etməmisiniz. Niyə müraciət etməmişik? Binanı görürsünüz, yüksək bina. Onun üçün bir çox müraciətlər elədik. Nə elədilər? Heç nə. Hələ təhqir eləyib göndərdilər. Kim təhqir elədi sizi xanım? İcra hakimiyyəti, mən bilmirəm. Xanım getmişdi onun yanına. Biraz rus dilli idi deyənə onu təhqir elədilər. Siz burada yaşayansınız? Ya Zizirjulu. Neçə ildir burada yaşayırsınız? 2000-ci ildən burada yaşayıram. Burada doğulmuşam, burada da yaşayıram. Siz öz etirazınızı bildirirsiniz ki, bu ağaçları yanından görüntü xatirinə əkiblər, Bəli. burada biznes qururlar. Xanım, mənim uşaqlarım burada böyüyüb. Özüm də burada böyümüşəm. Mən burada anadanmışam, burada da böyümüşəm. Bizim uşaqlar, qabaq heç olmasa bir dənə skameyka var idi. Orada necə deyərlər, asfalt düzəltmişdilər. Uşaqlar oynayırdı, baxırdıq. İndi bizim uşaqlarımızı buraxa bilmirik bayıra. Niyə görə? Mən 2 bina o tərəfdə park düzəldiblər. Это мне не надо. Я хочу, чтобы мой ребенок okula mənim gözüm qabağında. Nə deyə bilərəm? Hazırda Nəsimi rayonu icra başçısı Asif müəllim Bəli. deputatlığına görə başqa yerə gedib işləməyə deputatlığına görə başçısı Nəsimi rayonu hal-hazırda. Bax bu işlərini kim verir bu sərəncamları? Bilmirik. Мы не знаем. Кто делает, мы не знаем. Biz şəxsən upravdoma ЖЭК narazılığımızı bildirmişik. Sakin Selam. olaraq etiraz eləmişsiniz ki, Bəli. burada uşaqlarımızın əlindən Mənim yoldaşım vəbşə narazılıq eləyib. Neçə nömrə çəkdi? Bunun arxasında nə bilim şey. Я не знаю. Son olaraq kimə müraciət edirsiniz bu məsələ ilə bağlı? Daha heç kəsə. Elədik də. O bina tikməmişdən qabaq 1, 2, 3, 4 bina qalxdı ayağa. Taxtaları tökmüşdülər. O taxtaları getirdik, apardıq, atdıq o yana. Narazılığımızı bildirdik. Biz millət. Ora siz nə qədər? Mən də uşağımla məktəbdən gəlirdim. Nə oldu? Heç nə. Hal-hazırda Kişiləri başqa döydülər, bir dəqiqə. Kişiləri döydülər, itələdilər, qadınları da təhqir elədilər. Serum öz bildiyi binanı tikdilər. Ora park idi. Orada bizim uşaqlarımız futbol oynayırdı. Biz otururdu skameykada. Uşaqlarımızın nablüdaydı da. Bu nablüday çox sərin də yerdir. Günün isti qıcağında oralar çox sərin idi. Ciyərxana çəkdi. Obası da bina çəkdi. Aldı əlimizdən. Biz indi uşaqlarımızı bayra buraxa bilmirik. Şəxsən mən nəvəmi bayra buraxa bilmirəm. Nəvəmi bir dəfə bayra buraxdım. Orada daşlar qoyublar. Gedim baxın. O daş az qaldı uşağın ayağının üstünə düşdü. Şəhər icra başçısı Eldar Əzimovdur hal-hazırda. Mən sözün düzü, честно говоря, никуда не иду, mən heç yerə getmirəm. Çünki mən həm birinci xəstəyəm, birinci qrup 50-əm mən. Allah şəfanı versin. Sağ olun. Mən heç yerə getmirəm, davleniyadan. Şəxsən yayda biz aça bilmirik pəncərələrimizi. İydən, orucluq bilmirlər, məhərrəmi bilinmir. Mən nə deməliyəm? 2 vur 2 neçə eləyir? 4 eləyir. Я уже не хочу ничего говорить. Bizim zivələrimizi Bakırlar zivədir. Rayonlar şərit. Zivələrimizi gəldilər keçdilər ki, olmaz paltar asmaq. Yaxşı, olmaz da baş üstə. Даже upravdoma dedim ki, niyə remont edir? Remonta pul yığırıq. Nəyə görə dedilər olmaz paltar asmaq? Olmaz. Yolun qırağıdır, icazə verilmir. Nə bilim, nə deyim. Olmaz da, nə deyək? Təşəkkür edirik xanım, sağ olun. Bizdə bura remont elədilər ki, uşaqlar üçün şərait yaradacaq.
De baba bu var. Bax o tualet eləmişdilər. O tualetdir. Tuvaletin necə tikdiyini öz pəncərəmdən görmüşəm. Bura. Bəli, вот malinki. Это есть, это tualet bu. Bir də gördüm oranı var, gözüm şeylər. O tutulur, tökülür su qırağa, iyidən gətirmək olur. Orada ağacın dibinə, Növ tökmüşdülər. bəli, qapqara rəngdə. Mən baxmamışam, görməm. Yoldaşım görüb. Uşaqla bayırda gezməyə çıxanda görüb ki, qapqaradır. Şifrdə belə qoyublar ki, görünməsin. 2000-ci ildə bura biz köçəndə. Mən 10-cu binada yaşadım. Здравствуйте. Bak burada kafe tikirlər. Siz razısınız mı burada kafe Нет. tikirsən? Yok, Etiraz абсолютно. bildirmişsiniz. Ладно, я очень доверяю. Buyurun, buyurun. Я здесь живу около 60 лет. У нас такого беспредела не было. Почти вот это кафе выдвинулось сюда. Да. 5 il они Baxın, выдвигаются baba сюда. bu şeylər var ha. Bu heç bir ildə düzəldiblər bu turbaları. Bax görsə təzədən turba düzəldiblər ki, artırsınlar. Yavaş-yavaş bizim evimizin içinə girəcəklər. Все лето мы не спали ночь, поверите? Да. И фактически у них ремонт шел. Ладно, соседи без şikayet eləməmişik. Теперь посмотрите сюда. Вот эти елки здесь поставили. Сегодня здесь елки, завтра здесь будут каменные стены. Да. Что правда, Поэтому то мы правда. против этого. Посмотрите, наш дом облагородили лет 8-10 назад покрасили. Парадный у нас в ужасном состоянии. Есть. Шукр Я же не Аллаха, говорила. Я шукр тоже не Аллаха, говорила. хотя бы нам мусорные баки поставили. Да. Теперь Что правда, посмотрите сюда, в каком состоянии. Теперь у нас подрастают дети, у нас растут внуки. Да. Где они будут гулять, где они будут бегать. Посмотрите, Вы еще в 120 пятом этаже квартир. живете, а я в втором этаже живу. Отсюда канализация, запах, невозможно выйти на улицу. Xanım, ünvan necə gedir buranın ünvanı? Mircalal Mirjalal 18. Paşayev Küçesi 18. Paşaev küçesi dedim, Mircalal. Mirjalal Paşayev. Да, Mehriban Paşaev. hanımı sen babanın adıydı. Я-то Paşaev. Вы не знали этого? Нет, это я не знаю. Mircalal 18 biliyorum. Я тоже коренная Это- ботинка, Это микрорайонка. улица, эта улица носит имя Да, Mehriban hanım dедушки. да, понятно, это я знаю. Поэтому Bəs indi Посмотрите. burada tikildi. hele indi Uşaqlar harda oynayacaq? 120, Peşyanda oynanır bizim 120 uşaqlarımız. menzil var burada. 120 menzille ne kadar skameyka var burada? Bakın da. Da. Skameyka var. Да. О, Зибирханова başlayan площадка. Здесь кто будет сидеть? Дети будут играть. Взрослые будут, пенсионеры Нет, будут дети как отдыхать. будут играть? Да. У них ничего нету здесь. Uşaqlar harda oynayacaqlar? Heç Yay yanda gəlir, yoxdur. tətildir. Вот посмотрите, да, допустим, 5-7 лет мама с ребенком гуляет, без 10 яшы olan uşaq. Вы отпустите башка Нет, 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 своего нет, ребенка? Я, честно говоря, когда моя дочка маленькая была, с Фаридом, они вот здесь. Я около окна стояла, смотрела, Массалам. как они играли. А сейчас я даже bu gözümə buraxa bilmərəm uşağı. Dünyanın bu vaxtında uşağı necə nəvəmi gətirirəm sözün düzü. Ya Zəfər parkına gedirik o tərəfə. 2 bina, 3 bina o tərəfə. Ya da 3 bina, 4 bina o tərəfə parka Canım, gedirik. без işten sonra у вас дома работы мало, вы ребенка можете отпустить, а дома работы мало у женщины. Естественно. Поэтому bir göz oradadır, Да. и все равно, Да. поймите правильно, вот эти деревья все сажали мои родители. Естественно. Мне это Neçə дорого. ilin ağaclarıdır. С соседями вместе Да. сажали. А теперь посмотрите, мы ругаем нашу соседнюю республику, а это лучше. Вот это дерево сажала армянка. Значит, своим руками. То дерево тоже посадили армяне, которые здесь живут. Они плохие, хорошо. Посмотрите сюда, здесь должны быть скамейки, здесь должны быть зеленые деревья, чтобы пенсионеры могли сидеть, чтобы взрослые могли сидеть, дети Дети могли играли. играть. А здесь Uşaqların должны- marağı üçün nəsə düzəltmək lazımdır. Mən müəllimə olmuşam. İndi birinci qrup əlliləmdə. Müəlliməyəm. Uşağın şəraiti olmalıdır. Şəxsən 5-ci mikrorayonun binalarının qabağına gedin, hər cür şərait var. Şahmatını daşqa düzəldiblər yer, uşaq oynasın. Mıшление, чтобы inkişaf eləsin. Mıшление inkişaf eləsin. Var. Salam Kemal Hanım. O Это тоже tərəflərdə. наша соседка. Salam Kəmal xanım, hər vaxtınız xeyir olsun. Это соседка. Buranı çayxana edəcəklər. Gecələr indi yay günləri. Burada domino oynayacaqlar, şahmat oynayacaqlar, 5-5 oynayacaqlar. Uşaqların əyləncəyidir. Bəs siz bu haqda nə deyə bilərsiniz? Nə deyəcək? Valla o günlər çıxdıq sözümüzü də dedik biz. Yenə də eşidən yoxdur, во-первых. Во-вторых da ki,
Bura çayxana yeri deyil. Bura çıxır, Bəli. qız oturur, qadın oturur, gəlin oturur. Burada oynanılan nərdin səsinə, çayxananın səsinə kim onu qəbul eləyər? Hansı bir qadın, hansı bir kişinin yoldaşı qəbul eləyər ki, otursun. Bu qeyri-mümkündür. Bura kafedir. Bura kafedir, bilirəm. Kafelər var, işlədirlər, yenə özləri bilərlər. Mən açıq deyirəm. Bura qeyri-mümkündür. Burada ola bilməz çayxana olsun. Bunlar düzdür, bizə deyirlər ki, biz qadınlar üçün eləyirik. İstəmirik, lazım deyil. Ben almışam dönərimi, buradan aldım. Çox sağ olsunlar. Aparıb evimdə yeyəcəm. Ağacları çıxartsınlar buradan, acil-acil əksinlər, ayrı-ayrı əksinlər. Bura oturacaq qoysunlar. Elə oturacaqlardan qoysunlar bura. Qadın da alsa, istəsə gəlsin, otursun, yesin özü üçün burada. Amma Deyirsiniz ki, bu ağaclar çıxarılsın burada. çıxarılsın. Sizə lazım Çünki deyil. niye? Bütün ağaclar var. Niye? Ağac yaxşı şeydir, yaşıllıqdır. Надо все честно сказать. Ağac yaşıllıqdır, çox gözəl bir şeydir. Ancaq bu formada ağac əkilmir. Bu formada. Faktiki göz qabağındadır da. Во-первых, əgər belə əkirdinsə, bax o plaşatqanın dibindən əkərdin özün üçün. Xətya bu plaşatqanın dibindən əkərdin. Danışa baxaq olar. Buyurun baxın, mən nə deyirəm? Qonşuyuz burada, əlbəttə ki, mən yenə deyirəm, heç kimə istəmir ziyanlıq versin, ya necə deyir, heç kim çörəyinə bais olmaq istəmir. Ancaq faktiki bu belə düz deyil. Bu belə düz deyil. Burada yenə deyirəm, əgər onların fikri var idi əkməyə, bax bu plaşatqanın dibindən əkədilər. O burada 20 cm eləyirlər. Uşaqların əyləncə yerlərindən alırlar, oxusun. Buradan əkilsin. Yox, faktiki heç buradan da əkilməsin. Aha. Çünki buradan da əkilsə, onlar bugün bir dənə stol, sabah iki dənə stol, axırda çayxana İndi stol olacaq. yoxdur. Hə. O günlər bir dənə stol qoymuşlar, kişilər Var da orada, çəkilmiş var da bizdə. çəkmişsiniz, mən çəkməmişəm, yalan deyə bilməm. Mən Burada var gözümlə idi stoldan, görmüşəm. stol qoyub oturmuşdular. Göstərin də bizə mümkünsə biz onu. Şəxsən mən 2000-ci ildə bura köçmüşəm. 2000-ci il buradan köçəndə orada heç nə yox idi. İşidən kimi ki yoxlama gəlir, stolları yığırlar, içəri gizlədirdilər, heç nə olmurdu. Gözümlə görmüşəm. Allah şahididir. Bu məsələlərdə kimdir günahkar? Allah, mən bilmirəm. Mən çünki elə şeyəm ki, narazılığımı otururdular çayxana. Otururdu cəmaətin pəncərələrinə baxırdı kişilər. Mən onun dərdindən qalın pərdə bağladım. Не, еще одно надо, все надо честно сказать. Давайте şimdi də было, здесь istəyirlər çayxana eləsinlər də. Bəli, kim Buranın müdürü, adam gəlib onu da düz danışasan da. Mən yenə deyirəm, buranın müdürü ağsaqqal adam idi də. Orada qonşulardan bir-iki kişilərdən dedilər, yığışdırdılar da, честно сказать, все. Mən nə düzdür, o düzdür. Yığışdırdılar. 2000-dən bu yana bir dənə çayxana yoxdur burada. Adam gəlib düz danışasın. Buranı уже payızdan bunlar уже eləyirlər ki, Topdan özlərinə payızdan. Dedilər, Потому что осенью, да, они sуда поставили одну stulu, öz işçiləri də çıxırlar, otururlar. Əvvəl heç nə demədik. Sonra qışda bir-iki dənə burada, nə bilim, ağaclar, güllər qoydular, kollar qoydular. Onlar da qurudu, getdi. Mən onda dedim payızda bura stol qoyub oturanda, dedim bunlar nəsə eləmək istəyir burada. Nəsə eləmək Ya iz больницы, когда пришла, mən больницаdan gələndə gördüm bir dənə stol qoyublar, oturublar. Dedim bunu niyə belə? Mən biraz yoldaşımın xasiyyəti ağırdı deyənə mən şey eləyə bilmirəm. İndi qadınlıq danışıram. Kişilərin yanında mən danışmaq ixtiyarım yoxdur. Yoldaşımın xasiyyəti ağırdır. Sözün düzü. Siz qadınsınız, mən deyirəm. Mən bir söz deyim, mən danışdım, özümlə də danışdım, hacı. Mən yenə deyirəm, onlar uşaq mənada bizdən yaşca nə qədər balacadırlar. Allah cavanlarımıza dəyməsin. Mən bir söz demirəm. Qazansınlar, işləsinlər, ancaq cəmaət fikirləşsinlər. O özü deyir, burada yaşayan hamı mənim anam, bacımdır. Olsun, mən ona da bir söz demirəm də. Amma ana bacını fikirləşən belə eləməz. Çünki bunu biz görə gəlmişik də, uşaq deyilik ki, yenə deyirəm, bugün bir dənə stol qoyan, sabah ikincisini qoyacaq. Üçüncünü qoyanda ucu buranı yavaş-yavaş ağacı eləyəcək. İndi ağac əkildi də. Belə eləyiblər. Bunlar Bəli, belə elə olub olur, çünki elə olur, hamısı. bəli, elə olur. Bunlar balaca yerlər idi. Tikə özləri üçün atırdılar. Yenə Allah özlərinə qismət eləsin. Heç nə demirik. Bu üzdə olan bunlardır. Üstün iyindən evdə otura bilmirlər, Mən məsəl şəxsən üçün otura də. bilmirəm. Mən allergiyalı adamam. Kafenin tüstüsü niyə sizin Hı. evə vurur? Bəli, turam mən düz mənim Bəli. pəncərəmə vurur. Ancaq Mən ki, pəncərəmi yenə aça də bilmirəm. Hanımlar, Ayda burada neçə kimə dəfə müraciət pərdə edir? yursunuz? Hə, mən yumuram уже. Я не могу, İndi xəstəyəm. buradan keçdilər ki, indi buradan keçdilər ki, müdiriyyət idi deyəsən, işçiləri idi, müdiriyyət idi, buradan keçdilər. Только да, отсюда пошли. Bizim merə ərizə yazmalıyıq biz. Mütləq. Həm də bizim
cənab prezidentə biz müraciət edək. Həm də bizim vitse-prezident xanım Mehriban xanıma da əgər bunlar bizə eşitməsə, əgər bizim JEK müdiri, həm də bizim uçaskovi polis eşitməsə bizi, biz mütləq müraciət edərik. Sizin Çaskovi kimli polis? Tanımırsınız. Gelip bakıyor Не maraqlanır. помню его, adı, familiyası yadımdadır. Ama ki Adı он в курсе. Kadın xeylalları Уже да. Как его зовут? Я не помню. Да. Не знаю. Мобиль, кажется. Имя я помню, Мобиль, по-моему. Нет, ну не знаю. Я, честно говоря. Oldu hanımlar bize kanalımız var vasıtasıyla burada. Aidiyyatı kurumlara xahiş edirik bu hanımlar. Bu qədərmi siz insanları düşünmürsünüz? İnsanların gələcəyi məhv edirsiniz? Axı hamımız Azərbaycanlıyıq. Niyə bir-birimizə qənim kəsilməliyik? Puldan, şöhrətdən ötəri. Etməyin bunu. Çünki bizim uşaqlarımız onsuz da qidalardan sağlam böyümür. Xəstəlik baş alıb gedir. Heç olmasa bu əyləncə yerimizi əlimizdən almayın. Qoyun bu uşaqlar burada əylənsinlər, sevinsinlər, uşaqlıq illərini yaşasınlar. Biznes xatirinə o uşaqların sevincini əlindən almayın.